Məndə qırxalarımda yaman ağrı olur. O nədən olar? Müalicə də elətdirirəm, yəni heç bir xeyri olmur. Haranda olur ağrı? Diz qapaqlarında ən çox ağrı olur. Elə bil çox ağrıyır da, şiddətli ağrıyır. Hətta yəni ən çox axşamlar olur. Bir də elə bil ki, ürəyimdə sıxılma kimi olur da. Qırxalarım ağrıdıqca ürəyim sıxılır, sıxılma gedir. Elə bil ki, nəsə olacaqmış kimi. Hər iki dizində olur qızım. Hər iki dizimdə olur, bəli. Aha. Neçə yaşın var? 27. Neçə kilosunuz? 27 yaşım var. Gör, neçə kiloqramsınız deyim, çəkiniz soruşun. Dəqiq bilmirəm, amma yəni elə çəkim yoxdur da. Aha. 50-dən yuxarı olaram, 60 nə bilim. Aydındır, normal. 59-60 olaram belə. Normaldır, eybi yoxdur. Havanın dəyişməsinin təsiri varmı Azadə xanım? Soyuqdur, istidir? Ən çox soyuq aylarında olur. Hava soyuq olanda daha çox ağrıyır. Elə neçə ildir bax bu ağrı məndə var. Neçə ildir davam edir. Sənin nə yaşın var ki, neçə ildir Azadə xanım? Aha, mən bardası elə demək olar ki, bir 4-5 ildir ki, yəni bu qırxalarımda ağrı yaranıbdır. Qabaqlar az olurdu ağrılar. Sonra Azadə xanım, revmatizmə yoxlatmısanmı? yoxlatmamışam onu, yox. Siz birdən onu yoxladın, mənə cavabını atın da. Bu telefon nömrələri hamısı mənimdir. Telefonun hamısının şəklini bir dəfəyə çək. Hamısında da WhatsApp var. Ya 050 635 04 22-yə ya da 055 250 1080-ə at ki, nəticələrini. Baxın, inşallah kömək eləyəcəm sizə. İndi elə buradan bir məsləhət verim sizə. Yəni, evdə bax elə bu dəqiqəcə götür, kartofu soyutma pişirtdir. Onu yaxşı əz və içərisinə bir xörək qaşığı qarçişnik tozu, xardal tozu qat. Olmasa acı biber tozu da qata bilərsən və olsa ağ neft. 2 qaşıq da ondan qatırsan, yaxşı kartof soyutmasından əzəndən sonra qarışdırırsan, ora bağlayırsan. Şöyle strişlə üstündən də yun bağlayırsan, səhərə görəcəksən, xeyli fərq eləyəcək. Allah köməyin olsun, onu şəklini çəkdirib, revmatizm analizini verdirib mənə xəbər eləyərsən. Çox sağ olun, sualınıza görə. Minnətdarım.